Hörmətli qonaqlar, əziz dostlar, sizi 17 aprel Dünya Hemofiliya Günü münasibəti ilə təşkil olunan muğam axşamında səmimi qəlbdən alqışlayırıq. Bugün bizə təkcə bir xəstəlikdən deyil, həm də gücdən, ümiddən, həmrəylikdən danışmaq üçün buradayıq. Bu axşam musiqi ilə söz, insanla təbiət, ağrı ilə ümid, vəhdət təşkil edəcəkdir. Bu tədbir Mirzə Ələkbər Sabir Fondu, Hemofiliya Xəstələrin Respublika Assosiasiyası, Muğam Mərkəzinin təşəbbüsü ilə onların həyat uğrunda mübarizəsini işıq tutmaq üçün keçirilir. İndi isə tədbirimizin rəsmi hissəsinə keçid alırıq. İlk olaraq Azərbaycanın dövlət himni səsləndirilir. Əziz dostlar, indi isə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, canlarını fəda etmiş şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad edirik. Allah rəhmət eləsin. Əziz qonaqlar, bilirsiniz ki, Hemofiliya Respublika Assosiasiyası hər il dövrü olaraq 17 apreldə keçirilən tədbirlərdə son bir il ərzində gördüyü fəaliyyətlərlə bağlı hesabat təqdim edir. Bu hesabat həm uzun müddət görülən işlərin bir təqdimatı, eyni zamanda bilirik ki, hər bir ictimai birlik, şəffaflıq, hesabatlılıq baxımından illik hesabatı həm ictimaiyyət nümayəndələrinə, həm benefisiarlarına təqdim etməlidir. Bu baxımdan hesab edirəm ki, bu gün də bu Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının videorolik çərçivəsindəki hesabatı hamısı üçün maraqlı olar. Diqqət ekrana. Hörmətli xanımlar və cənablar, hər birinizi salamlayıram. Hər il olduğu kimi Hemofiliya Xəstələrin Respublika Assosiasiyası bu ildə 2024-cü ilə aid olan fəaliyyətinin hesabat videosunu sizə təqdim edir. Belə ki, ilk öncə qeyd etmək istəyirəm, bildiyiniz kimi Pasient Təşkilatları İttifaqının təsisçi təşkilatlarından biri də Hemofiliya Xəstələrin Respublika Assosiasiyasıdır və Pasient Təşkilatları İttifaqı olaraq təbiblə bərabər 29 fevral Beynəlxalq Nadir Xəstəliklər Günü keçirildi. Belə ki, bu konfrans Yeni Klinika Tibb Mərkəzində keçirildi və bu konfransa 200-dən çox müxtəlif sahələrdə çalışan tibb işçiləri qatıldı.
Konfransda əsasən nadir xəstəliklərdən danışıldı, irsi gensi xəstəliklərdən danışıldı və bu nadir xəstəliklərin müasir müalicəsindən, mövcud perspektivlərdən danışıldı və bu konfranslarında əsas məqsədi də odur ki, müxtəlif nadir arfan xəstəliklərdən əziyyət çəkən pasientlərin müalicələrinin keyfiyyətliliyinə nail olmaqdır və diaqnostikanı gücləndirməkdir. Dünya Hemofiliya gününə həsr edilmiş, Azərbaycanda ilk dəfə olaraq 9 aprel tarixində Beynəlxalq Muğam Mərkəzində Muğam axşamı keçirilmişdi. Qeyd etmək istəyirəm ki, Muğam axşamının birinci hissəsi məhz hesabat xarakterli idi. İkinci hissəsi də məhz bizim milliliyimizi əks etdirən muğam konserti keçirildi. Konsertdə 450-dən çox iştirakçı qatılmışdı. Bunlardan əsas Azərbaycanın görkəmli həkimləri, pasientlər və onların valideynləri, dövlət qurumları və ictimai sektorun liderləri idi. Qeyd etmək istəyirəm ki, bütün dünyada müxtəlif formatlarda Hemofiliya günü keçirilir və müxtəlif yarışlar keçirilir. Bu günə aid olan konsertlər, konfranslar, seminarlar və biz də öz milliliyimizə xas olaraq bu gün də muğam axşamı keçirdik. Daha sonra 17 apreldə Dünya Hemofiliya günü ilə bağlı bir elmi konfrans da keçirildi təbiblə bərabər və bu konfransda qanun laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlərin multidisiplinar yanaşması ilə bağlı mövzular oldu. Konfransda 120-dən çox tibb işçisi qatılmışdı və bu tip konfransların çox faydalı olmasını qeyd etmək istəyirəm və biz il boyu ümumilikdə tibb işçilərin təlimləri ilə məşğul olmağa davam etdik. 18 apreldən 21 aprelə qədər Dünya Hemofiliya Federasiyası tərəfindən böyük bir konqres keçirildi İspaniyanın Madrid şəhərində və Azərbaycandan da həkim komandası ilə bərabər, yəni assosiasiyamızda bu konqresdə iştirak etdi və qeyd etmək istəyirəm ki, konqresdə 3000-dən çox dünyanın müxtəlif ölkələrindən ixtisaslaşmış həkimlər, elm adamları və pasientlər iştirak etmişdilər. Demək olar ki, 2024-cü il ərzində təbiblə bərabər, dəyərli bizim doktorlarımızla bərabər regionlarda, rayon mərkəzi xəstəxanalarında təlimlər keçirildi. Qeyd etmək istəyirəm ki, təlimlər və müayinələr, pasientlərin müayinəsi Abşeron rayon mərkəzi xəstəxanasında, Səlyan rayon mərkəzi xəstəxanası, Şirvan rayon mərkəzi xəstəxanası, Şamaxı rayon mərkəzi xəstəxanası, Lənkəran rayon mərkəzi xəstəxanası, Zaqatala rayon mərkəzi xəstəxanası və Göyçay rayon mərkəzi xəstəxanalarında keçirilmişdi. Təlimlər zamanı hematoloq, fizioterapevt, laborant, pediatrların iştirakı olmuşdu. Təlimlər zamanı çox vacib mövzulara toxunulmuşdu. Regionlarda yaşayan pasientlərin müayinələri həyata keçmişdi. Qeyd etmək istəyirəm ki, həm də stomatoloqların da iştirakı olmuşdu və stomatoloji müayinələr də regionlarda baş tutmuşdu. Əlbəttə ki, paralel olaraq regionlarla bərabər Bakı şəhərində də pasientlərin il boyu təlimləri baş tutur və təlimlər zamanı pasientləri narahat edən suallar cavablandırılır və onların maariflənməsinə çox vacib yer veririk. Çünki dövlətin təmin etdiyi dərman preparatları ilə yanaşı pasientlərin maariflənməsi də çox vacibdir və biz bunun üzərində il boyu çalışırıq. Sentyabr ayında hər il olduğu kimi 2024-cü ildə də ana-bala sağlamlıq yay düşərgəsi keçirildi və yay düşərgəsində 70-ə yaxın iştirakçı iştirak etmişdi və yay düşərgəsi çərçivəsində fizioterapevtik müayinələr aparılmışdı, damar daxili inyeksiyaların təlimləri keçirilmişdi, stomatoloji müayinələr də keçirilmişdi. Məqsədimiz odur ki, pasientlərin sağlamlıq durumunu daima nəzarətdə saxlayaq və düzgün yaşam tərzini aşılamaq. 2024-cü ilin dekabr ayında Quba rayon mərkəzi xəstəxanasında assosiasiyamız tərəfindən fizioterapevtik kabinetlərin təchizatlanması baş tutdu.
və qeyd etmək istəyirəm ki, Quba rayon mərkəzi xəstəxanasında fizioterapiya şöbəsi yaradıldı. Ümumilikdə qeyd etmək istəyirəm ki, 2023-cü ildən etibarən artıq 5 rayon mərkəzi xəstəxanasında fizioterapevtik kabinetlər təchizatlanmışdı tərəfimizdən və məqsədimiz də odur ki, regionlarda yaşayan pasiyentlər Bakıya gəlmədən yaşadıqları rayonlarda müalicələrini davam etdirsinlər və onların sağlamlıq durumu, sosial durumu əlbəttə ki, yüksək səviyyədə olsun. Və ilin sonunda, 2024-cü ilin dekabrın sonunda hesabat konfransımız oldu. 3 illik görülən işlərin hesabatı keçirildi, təqdim edildi. Hesabat konfransında media nümayəndələri, ictimai sektorun liderləri, dövlət səhiyyə qurumlarının iştirakı baş tutmuşdu. Və bununla bərabər qeyd etmək istəyirəm ki, il boyu tərəfimizdən həm yerli konfranslarda iştirak, həm beynəlxalq konfranslarda iştirak və çıxışlar olmuşdur. Paralel olaraq il boyu mediada, həm TV-də, həm sosial mediada davamlı olaraq çıxışlarımız olur və məqsədimiz odur ki, nadir xəstəliklərdən maksimum şəkildə daha çox vətəndaşları məlumatlandıraq və bir çox xəstəliklərin profilaktikasını aşılayaq. Belə ki, 2024-cü il ərzində əsas görülən işləri sizlərə təqdim etdik və ümid edirəm ki, 25-ci ildə də daha böyük işlər bizi gözləyir və 25-ci ildə də görülən işlərlə bağlı mütləq sizlərə məlumat verəcəyik. Hər birinizə böyük təşəkkürümü bildirirəm. Var olun. Bəli, alqışlayırıq. Doğrudan da hər bir qeyri-hökumət təşkilatına uyğun, yəni daha uğurlu bir fəaliyyətdir. Məncə, hər birimiz alqışlayırıq. İndi, əziz dostlar, səhnəyə çox bir gənc olan bir şəxsin səsini eşidəcəyik səhnədə. Bugünkü tədbirdə ən gənc, aramızda olan ən gəncdir və mən deyərdim ki, amma ən ürəklilərdəndir. Bu şəxs Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının ən gənc üzvüdür. Eyni zamanda Ağdam rayon bir sayılı uşaq musiqi məktəbinin şagirdidir. Eşqin Əmrahlını sizin alqışlarınızla səhnəyə dəvət edirik və ay mənim əzizlərim mahnısı ilə. Aydan gündən ucalır yurdumuzun sorağı. Aydan gündən ucalır yurdumuzun sorağı. Səndən ilham alıram Azərbaycan torpağı. Səndən ilham alıram Azərbaycan torpağı. Arzular aşır daşır, ey eldən elə dolaşır. Arzular aşır daşır, ey eldən elə dolaşır. Bizə bu xoş dövranda ay mənim əzizlərim şən nəğmələr yaraşır. Bizə bu xoş dövranda ay mənim əzizlərim şən nəğmələr yaraşır. Hər təzə il gələndə qocalırıq demə biz. Hər təzə il gələndə qocalırıq demə biz. Cavanlaşır qəlbimiz, cavanlaşır eşqimiz. Cavanlaşır qəlbimiz, cavanlaşır eşqimiz. Arzular aşır daşır, ey eldən elə dolaşır. Arzular aşır
şən nəğmələr yaraşır. Bizə bu xoş dövranda ay mənim əzizlərim şən nəğmələr yaraşır. Bizə bu xoş dövranda ay mənim əzizlərim şən nəğmələr yaraşır. Bizə bu xoş dövranda ay mənim əzizlərim şən nəğmələr yaraşır. Çox sağ olun. Dostlar, doğrudan da həqiqətən görünür ki, bizim bugünkü tədbirdə bir daha şahidi oluruq ki, assosiasiya təkcə reabilitasiya, maarifləndirmə işləri ilə məşğuldur. Eyni zamanda gənc istedadları da, öz sıralarında olan gənc istedadları da, belə deyək, üzə çıxardır. Əziz dostlar, bugünkü tədbir təkcə sənətlə bağlı, musiqi ilə, muğamla bağlı deyil. Bugünkü tədbir eyni zamanda bir çağırış, həmrəylik tədbiridir. Və bu həmrəyliyi, bu çağırışı bugünkü tədbiri təşkil edən şəxslərin dilindən də sözsüz eşitmək istəyirik. Tədbirin təşkilatçılarını mən səhnəyə dəvət edirəm. Mirzə Ələkbər Sabir Fondunun prezidenti hörmətli Sevda xanım Tahirli və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İdarə Heyətinin sədri Ayaz Hüseynov. Buyurun. Hörmətli və dəyərli xanımlar və cənablar, hər birinizi salamlayıram və hər birinizə böyük təşəkkürümü bildirirəm ki, bugün də bizimlə birlikdəsiz. Qeyd etmək istəyirəm ki, bugün bizim qonaqlarımız Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının üzvləri, hardasa 70-dən çox üzvü buradadır. Bundan başqa bizim dəyərli doktorlarımız, bizim dəyərli dövlət səhiyyə qurumlarının nümayəndələri, ictimai sektorun nümayəndələri, liderləri bizimlə birlikdədir. Hər kəs bir araya gəlib ki, bugün bu əslində ağır problemin həlli yollarının üzərində çalışmaq üçün və mən ilk növbədə demək istəyirəm ki, bu tədbir, ümumiyyətlə bizim bura yığışmağımız və ümumilikdə yəni sağlamlıq cəhətdən buna imkan verməzdi, əgər dövlətin qayğısı olmasaydı bizə. Buna görə ilk növbədə əlbəttə ki, Cənab Prezidentə böyük təşəkkürümü bildirirəm. Hörmətli Mehriban xanıma böyük minnətdarlığımı bildirirəm ki, daima həssas qrupları öz diqqətləri mərkəzində saxlayırlar və məhz onların qayğısı nəticəsində 2006-cı ildən etibarən dövlət proqramı çərçivəsində bugünə qədər dərman preparatları bizim pasientlərimizə tam təmənnasız olaraq verilir. Qeyd etmək istəyirəm ki, son 3 ildə dövlət büdcəsi məhz deməli bizim proqram üzrə daha da çoxalıb və biz son illər dərman qıtlığını demək olar ki, hiss etmirik. Əvvəllər bunu da qeyd etmək istəyirəm ki, keçib dönüb 5 il öncəyə baxanda hər ilin axırında bizim pasientlərimiz ciddi, yəni dərman təminatının sıxıntısı ilə üzləşirdilər. Bugün artıq demək olar ki, bu yoxdur. Hazırda bizim məqsədimizi demək istəyirəm. Məqsədimiz odur ki, həyatı vacib pasientlərimizin dərman preparatları regionlara çatdırılsın. Bu çox vacib məsələdir. Bu, həm pasientlərin sağlamlığı üçün çox vacibdir, həm dərman qənaətinə gətirib çıxardacaq bu addım, həm də ki, ümumiyyətlə pasientlərin həm sosial durumlarına da çox deməli müsbət təsir göstərəcək. Düşünürəm ki, bunun üzərində qısa bir zamanda çalışmaq lazımdır. Mən hesabatla bağlı qısa olaraq məlumat vermək istəyirəm. Ümumiyyətlə, bu illər ərzində dövlət səhiyyə qurumlarının dəstəyi çox böyükdür. Bizim də məqsədimiz odur ki, biz də əlimizdən gələn qədər müəyyən deməli təşkilatçılıqda, müəyyən nə bacarırıqsa dövlət səhiyyə qurumlarının yanında olaq ki, deməli doktorlarımızın yanında olaq ki, bu proseslər deməli tezləşsin və problemlər öz həlli deməli yolunu tapsın. Mən buradan təbibə xüsusi təşəkkürümü bildirirəm. Çünki bu illər ərzində biz çiyin-çiyinə çalışırıq və
inkişaf göz önündədir sizə deyim, yəni pasientlərin sağlamlığında. İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinə də böyük minnətdarlığımı bildirirəm. Səhiyyə Nazirliyinə də böyük təşəkkürümü bildirirəm ki, digər yəni pasient təşkilatları ittifaqı kimi də bir çox problemləri üzə yəni çıxardanda dərhal reaksiya verilir. Mən böyük təşəkkürümü bildirmək istəyirəm Sevda xanım Tahirliyə, Mirzə Ələkbər Sabir Fonduna ki, artıq 10 ildir ki, Mirzə Ələkbər Sabir Fondu ziyalılar olaraq hər zaman bizimlə birlikdədirlər, hər zaman bizə mənəvi dəstəkdirlər. Yəni, tək həkimlər, pasientlər, dövlət səhiyyə qurumları deyil. Burada yəni, bizim çevrəmiz daha genişdir. Mən buradan Cəsarət müəllimə böyük təşəkkürümü bildirirəm ki, bu illər ərzində Cəsarət müəllim Hüseynzadə həm özü böyük bir deməli təşkilatın rəhbəridir, həm deməli jurnalistdir, peşəkar jurnalistdir və bu illər ərzində hər zaman bizim yanımızda olubdur və hər zaman problemlərimizin işıqlandırılmasında bizə böyük dəstəyini göstərib. Hər birinizə sizə böyük təşəkkürümü bildirirəm və ümid edirəm ki, 2025-ci ildə biz danışanda artıq bir çox problemləri də, necə ki, bugün deyirik ki, artıq deməli dərman qıtlığını biz yaşamırıq və s. Gələn ildə inşallah deyək ki, artıq dərman preparatları regionlara çatdırılır və pasientlərin sağlamlıq durumları 180 dərəcə daha da yaxşılaşıb, düzəlibdir. Və sözü vermək istəyirəm Sevda xanım Tahirliyə. Buyurun Sevda xanım. Çox sağ olun, təşəkkür edirəm. İcazənizlə mən əvvəla Mirzə Ələkbər Sabir Fondu adından sizin hamınıza xoş gəlmisiniz demək istəyirəm, xoş gəlmisiniz. Bu zaman qıtlığı içərisində vaxt tapıb gəlmək özü bir fədakarlıqdır. Belə bu fədakarlığınıza görə icazə verin, hamılıqla özümüzü alqışlayaq. Hərçənd Ayaz qeyd elədi ki, bizim onlarla birgə fəaliyyətimizin 10 ili var. Amma yəqin ki, bilirəm kimlərsə bəlkə də ağlında fikirləşir ki, Mirzə Ələkbər Sabir Fondu və Hemofiliya Assosiasiyası görürsən, paralellər harada başlayıb, nə ilə davam edir, hara cəng edəcək. Mən kiçicik bir tarixçi danışacağım sizə. Bizim fondumuz yeni yarananda 2012-ci ildə, onu da qeyd edelim ki, fond Mirzə Ələkbər Sabirin 150 illiyi ərəfəsində yaranıbdır, ailəsinin təşəbbüsü ilə. Yarandığımız zaman mən QHT cəmiyyəsindən çox adam tanımırdım. Və nə xoş təsadüf ki, jurnalist dostlarımızdan biri məni QHT cəmiyyəsindən bir insanla tanış elədi. Və ilk təəssüratım belə idi ki, çox mədəni bir insandır, öz hərəkətlərini, sözlərini sərgiləyərkən çox diqqət eləyirdi. Bu mənim diqqətimdən qaçmadı, xoş bir təəssürat oyatdı mənə. Sonra həmin o jurnalist dostumuz, əslində jurnalist dostumuz o insanı çox yaxşı tanıyırdı. Niyə görə? Çünki o insanın keşməkeşli həyatından o bir film çəkmişdi. Mən bundan xəbərim yox idi, o mənə məlumat verdi ki, Sevda xanım, yaxşı olardı ki, o filmi bir özünüzdə baxasınız. Görün, siz orada nələr görəcəksiniz. Və mən baxdım. Və başa düşdüm ki, o insan haqqında məndə yaranmış olan təəssürat onun mənəvi portretinin sadəcə kiçik ştrixləri imiş. Əslində o portret çox dərin, çox koloritli idi. Və mən o zaman bir daha başa düşdüm o filmi seyr eləyəndən sonra ki, bizi mənlə gücləndirən, bizi mənlə böyüdən cəhətlər bizim onsuz da həyatımızda yaşadığımız ən çətin məqamlarımızdır. Və o filmdən bir də bu qənaətə gəldim ki, o insan özünün 30'larında bir seçim eləyib. Həyatının böhranını, başqalarının böhranının həll olması üçün bir fürsətə çeviribdir. Hər bir seçim bilirsiniz ki, nələrdənsə imtina eləmək deməkdir. Bu imtina özünün rahatlığını ola bilər, özünün dinçliyini ola bilər, sadəcə öz problemlərini həll eləmək ola bilər. Ondan könüllü olaraq imtina eləyirsən və özünün nəyinsə yolunda fədakarlığa qurban verməyə hazır olursan. Və sonra elə oldu ki, mən həmin
o təşkilatla da yaxından tanış, onların fəaliyyəti ilə yaxından tanış oldum. Və elə oldu ki, mənim o dönəmlərdə bir kitabım çıxmışdı, Qanımızın Səsi kitabı. Əslində kitabın məzmunu qan qrupundan asılı olaraq insanın həyatı necə dəyişə bilər, qərarları necə dəyişə bilər, xəstəlikləri, qidası, müxtəlif problemlərlə. Bax, belə bir mövzuda bir kitab vardı və inanın ki, həmin o kitabın müzakirəsi çox gözəl bir şəkildə pasientlərin, pasientlərin valideynlərinin, həkimlərin iştirakı ilə çox gözəl bir müzakirəsi keçdi. Sonra bizim fond onların kitabxana fondunu artırmaq üçün 4 dildə onlara çox sayılı kitab bağışladıq. Azərbaycanca, türk dilində, ingilis dilində və rus dilində. Daha sonra onların Bilgəhdə bir yay düşərgəsi vardı. Həmin o yay düşərgəsində biz fond olaraq onlara fərdi inkişaf təlimləri verdik. Bütün heyətə, orada həm çalışanlar var idi, həm pasiyentlər, həm ailə üzvləri var idi. Və beləliklə də bizim əlaqələrimiz genişləndi. Sonra bizim fondumuzun 28 may ərəfəsində davamlı olaraq milli geyimdə gəzintilərimiz olur. Assosiasiyanın həm pasiyentləri, həm valideynləri, bəzən həkimləri qatılaraq birlikdə görürsünüz, biz bunu addımları birlikdə atmağı öyrənmişik. Və bugün həmin assosiasiya çox etibarlı bir əldədir. Ayaz bəy həmin o qurumla çox uğurlu addımlar atır. Bu məqamda bir şey demək istəyirəm. Paşa Qəlbinuru mən gənclikdə belə bir şeirini oxumuşdum. Deyirdi ki, işığın qədrini işıqsızlar bilərlər. Ayaz bəy həmin o problemi ta mərkəzində olan bir adam kimi, hüceyrələrinə qədər hiss eləyən bir insan kimi, o bilir ki, o qurumun üzvlərinin hansı problemləri ola bilər, nəyi ola bilər. O, bu zamana qədər bir həkim kimi onların hər zaman köməyinə çatmağa çalışmışdı. Və sonra bu imkanlar ona yetmədi. Yəqin ona görə də o, ikinci bir təhsil aldı. Hüquqşünas olaraq artıq həmin bu təşkilatın problemlərinin həll olması üçün hüquqi baxımdan onların hüquqlarını müdafiə eləməyə qalxdı. Və bəzən bizim görüşlərimizdə Ayaz bəy bir etiraf elədi ki, bəzən olur ki, bir iş üçün 4 dəfə, 5 dəfə getmək olum deyə belə bir gileyləndi. Ayaz bəy, siz çox doğru yoldasınız. Və çox doğru yoldasınız. Bu həm də ona görə ki, bilirsiniz, uğur, bu elə bir mükafatdır ki, o yalnız uğursuzluqdan qorxmayan insanlara nəsib olur. Ona görə də mən sizə bu yolda inamlı addımlar arzulayıram. Və baxmayın ki, siz bir məsələ üçün 4 dəfə gedirsiniz. Mən inanıram ki, əgər bir qapı uzun müddət və bərkdən döyülürsə, onu nəhayət ki, kimsə eşidir. Hər zaman eşidilmək arzusu ilə uğurlar arzulayıram sizə. Çox təşəkkür ederim. O ki qaldı, mənim bayaq söhbətimin əvvəlində haqqında danışdığım qəhrəmana. O qəhrəman assosiasiyanın qurucusu, yaradıcısı. Hər fədakarlığa hazır olan insan, amma heç vaxtı diqqət mərkəzində olmağı sevməyən, qəbul eləməyən Gülnarə xanımdır. Gülnarə Hüseynova. Seda xanım, sizə böyük təşəkkürümü bildirirəm. Mən qısa olaraq qeyd eləmək istəyirəm, bunu deməliyəm mütləq. Bu il bizə dəyərli bizim deməli doktorlarımız tərəfindən təklif gəldi ki, gəlin pasiyentlərlə deməli doktorlar bərabər deməli sağlamlıq naminə velo yürüyüş yəni edək bulvarda. Bu o qədər adama xoş olur. Çünki vaxtı ikən bizim pasiyentlərimiz yəni 15 il öncəyə baxdıqda çox yəni uzağa getmirəm. Bir çox pasiyentlərimiz var idi ki, evdən çölə çıxa bilmirdilər. Bu reallıqdır. Bəzən yeni bizim valideynlərimizə yəni bunlarla bağlı məlumat veririk. Onlar üçün bəzən qeyri, yəni adi gəlir ki, yəni xəstəlik belə bir fəsad da verə bilərmiş. Verir, çox ağır fəsadlar verə bilər və bunun qarşısını almaq üçün təkcə yəni dərman preparatları deyil. Burada kompleks yanaşma lazımdır ki, həm pasiyentlər özləri bilgili olsunlar, həm dövlətin qayğısı ilə dərman preparatları, həm deməli doktorların müalicəsi
bu deməli vəhdət şəklində olanda insanlar sağlam yaşayacaqlar və bu ayın 27-sində bizim dəyərli doktorlarımızla pasientlərimizin böyük bir deməli velo yürüyüşü inşallah keçiriləcək. Mən buradan dəyərli doktorlarımıza böyük təşəkkürümü bildirirəm və bu tip deməli tədbirləri davamlı olaraq inşallah biz keçirəcəyik. Minnətdaram. Uğurlar olsun. Çox sağ olun, təşəkkür edirik biz də. Əziz qonaqlar, hörmətli həmkarlar, dostlar, bilirsiniz ki, bir təşkilatın fəaliyyət göstərməsi üçün, uğurlu fəaliyyət göstərməsi üçün təkcə maarifləndirmə yetərli deyil, təkcə icmalarda iştirak yetərli deyil, müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq bəlkə də vacib bir nüansdır və bu dövlət qurumları ilə bərabər eyni zamanda parlament, qanunvericilik orqan əsas tərəfdaşlardan biri olmalıdır. Mən deyərdim ki, uzun müddətdir biz hər birimiz müşahidə edirik ki, Hemofiliya Respublika Assosiasiyası hər zaman Milli Məclislə yaxşı əlaqədə, kontaktda olub, müəyyən tədbirlərində iştirak edir. Eyni zamanda assosiasiyanın bütün tədbirlərində Milli Məclisin üzvləri, deputatlarımız iştirak edir, bir neçə nümayəndələri. Bugün də bizim tədbirdə Milli Məclisin üzvü, Səhiyyə Komitəsinin üzvü Pərvanə xanım Vəliyeva iştirak edir. Səhnəyə onu dəvət edirəm. Buyurun. Təşəkkür edirəm həm dəvət üçün, həm də hər birinizi xoş gördük. Burada olmaq mənim üçün böyük qürurdur. Həmçinin doğrudan da çox vacib məsələyə toxunursunuz. Hemofiliyalı xəstələrə dəstək. Bunun həm tibbi tərəfi var, həm sosial tərəfi var. Sosial tərəfdən dəstək naminə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası uzun illərdir ki, dayanmadan işlər görür. Həqiqətən də bu xəstələrə dəstək çox önəmlidir. Çünki müalicə müddəti ərzində dərmanlar var, bəli, qayğı var ailə tərəfdən, ancaq cəmiyyət tərəfdən də bu xəstəliyə qarşı fərqindəliyin olması, məlumatlandırmanın olması, maarifləndirmənin olması çox önəmlidir ki, bu insanlar da, bu gənclər də, uşaqlar da bizim cəmiyyətimizin bir parçasıdır. Və həmçinin erkən aşkarlanma çox önəmlidir. Diaqnozun vaxtında qoyulması, uşaqların vaxtında aşkarlanması xəstəliyin sonraki ağırlaşmalarının da qarşısını alır. Bu yöndə də sosial maarifləndirmənin çox böyük önəmi var, həyat qurtarıcı ola bilər hətta. Bu baxımdan da sizi təbrik edirəm, Ayaz müəllim, bu işdə sizə uğurlar arzu edirəm. Həmçinin təbib, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi də, bu qurumlarımız da birgə olaraq bu yolda addımlayırlar. Dövlət tərəfindən, dövlət siyasətinin, dövlət səhiyyə siyasətinin tərkib hissələrindən biridir hemofiliya ilə mübarizə və onu da qeyd etməliyəm ki, Heydər Əliyev Fondunun rəhbəri, birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə çox böyük diqqət və qayğısı var. Hər zaman onun diqqətindədir, mərkəzin yaradılması və bu uşaqlara qayğının göstərilməsi. Bu yaxınlarda mənim deputatı olduğum Xətai rayonu ərazisindən də bir uşağın belə bir xəstəliyi var idi. Talasemiya idi, hemofiliya deyildi. Ancaq bu xəstəlik onda kəskin fazadaydı və donor tapılmalı idi. Leyla xanım Əliyeva həmin mərkəzi ziyarət edir və həmin vaxtı bu uşaqla tanış olur. Onun anası ona məlumat verir. Sonrasında artıq donor tapılır, donor üçün müraciət edilmişdi Türkiyəyə. Həqiqətən çox sevindim. Anası ağlaya-ağlaya zəng etmişdi. Bu sahədə kiçik də olsa bizim də qatqımız olmuşdu ki, Səhiyyə Nazirliyi ilə bu məsələni danışmışdıq, şəxsən nazirin özü ilə danışmışdıq. Əgər Nicat bugün xilas oldusa, digər gənclərimiz, digər körpələrimiz də vaxtında xilas oluna bilər. Bu xəstəliyin vaxtında aşkarlanması həyat qurtarıcı ola bilər və o baxımdan da fərqindəlik çox önəmlidir. Həm media, həm cəmiyyət, həm qeyri-hökumət təşkilatları, həm dövlət bu sahədə birgə səy göstərməlidir, birgə işləməlidirlər. Multisektoral yanaşma deyirik artıq səhiyyədə. Yeni yanaşmalar gəlir, yeni metodlar gəlir. Multisektoral yanaşma bütün sahələrdə həmrəyliyi cəlb edir. Hazırda məsələn ilkin səhiyyə xidmətinin ölkəmizdə qurulması üzrə
təbib tərəfindən geniş miqyaslı iş aparılır, konsepsiya hazırlanıb, Bərdədə pilot layihə həyata keçirilir və burada da biz görürük ki, konsepsiya sənədinə tanış olanda multisektoral yanaşma, bütün sektorların birgə fəaliyyəti nəticəsində və onun mərkəzində də pasiyent dayanır, pasiyentin hüquqları daim qorunur. Hemofiliyalı xəstələrə də, onların ailələrinə ilk öncə səbir arzulayıram, xəstələrə də Allahdan şəfa diləyirəm. Sağ olun. Təşəkkür edirik Pərvanə xanım. İndi mən dəvət etmək istəyirəm, xüsusən Ayaz bəy də çıxışında vurğuladı ki, dövlət qurumlarından xüsusən təbibin adını seçdi ki, daimi əməkdaşlıqdır. Mən deyərdim ki, buradakı oturan ictimai birliklər hər zaman təbibdən razılıq eləyirlər, çünki onlar açıq informasiya sessiyaları, infoturlar təşkil edir, yəni QHT-lərlə yaxın işləyən dövlət qurumlarıdır. Və bugünkü tədbirdə təbibin departament rəhbəri Teymur müəllim Mirzəbəyli iştirak edir. Buyurun, zəhmət olunsun. Dəyərli millət vəkilimiz Pərvanə xanım, dəyərli qonaqlar, dəyərli həmkarlarım, dəyərli pasiyentlər, mən də hər birinizi bu əlamətdar gündə təbib icraçı direktoru Vüqar Qurbanov adından salamlayıram və inanıram ki, bu tədbir öz məqsədinə çatacaq. Yəni, tədbirin əlamətdar olmasını bildirən xüsusi bir işarə var. Yəni, əsrlərlə Azərbaycan incəsənətinin nümunəsi olan, insanların ruhunu oxşayan bir incəsənət nümunəmiz olan muğamla nadir xəstəliyi hesab olunan hemofiliya xəstəliyi vəhdətdə bugün təqdim olunur. Bu da bir xüsusi nişanədir. Ümumiyyətlə, Ayaz bəy çıxışında gözəl bir şeyə toxundu, hesabatlılıq. Yəni, bu hesabatlılıq sadəcə QHT tərəfindən olmur. Dövlət qurumları da bir hesabatlılıq var, bir məsuliyyət hiss edirlər və dövlətimizin qarşısında, yəni Nazirlər Kabineti, bizdə administrasiyası, ölkə rəhbərimizin qarşısında bizim də bir hesabatlılığımız var. Çünki bu hesabatlılıq çərçivəsində vətəndaşlara göstərdiyimiz xidmətlər, onların çeşidləri, keyfiyyəti haqqında məlumatlar veririk. Məsələn, hemofiliya xəstəliyi haqqında deyə bilərəm ki, ötən il hesabat dövründə 1744 nəfər bizdə qeydiyyatdadır. Onlar müvafiq dərman preparatları və müvafiq tibbi xidmət alırlar. Məsələn, onlardan 40 nəfəri inhibitorlu xəstədir və 8 nəfəri çox yüksək dəyəri olan bir preparat olan emsizumab preparatı ilə təmin olunurlar. Məsələn, nümunə üçün deyim ki, həmin preparatın bir flakonu təqribən Amerikada $19.000 həddindədir. Məsələn, bir aylıq müalicə $40.000 həddindədir. Yəni, bu xüsusi gen mühəndisliyi nəticəsində hazırlanmış preparatdır ki, çox əvvəllər bu preparatı əl çatmaq demək olar ki, çox böyük məbləğlər tələb edirdi. Amma ölkə rəhbərimizin, belə deyək, xüsusi qayğısının bir nümunəsidir ki, bu qədər dəyəri yüksək olan preparat həmin ehtiyac əsasında və təyinat əsasında xəstələrə təyin olunur. Və bundan başqa hemofiliya xəstələrə vaxtında erkən diaqnostika üçün ölkə boyu laborator xidmətlər təkmilləşdirilib, aktivləşdirilib və rəqəmsallaşdırılıb. Məsələn, bu günlər hər biriniz öz telefonundan verdiyi laborator analizin diaqnostikasını görə bilərlər. Bu nadir xəstəlik çox, belə deyək, həkimlər üçün nisbətən biraz çətin xəstəliklər qrupuna aiddir. Çünki düşünün, ölkə üzrə 1744 nəfər qeydiyyatdadır, amma 10 milyondan artıq, 10.200.000 civarında bir əhalimiz var. Nadir rast gəliniyinə görə də bəzən bu xəstəliklərin gecikmiş diaqnostikası, yəni biraz aşkarlanması çətinləşir. Bu baxımdan bu kimi sosial tədbirlər, fərqindəliyin yaradılması, bu xəstəliyin diqqətdə saxlanılmasına və həkimlərin bu xəstəliyi vaxtında erkən aşkarlanmasına, erkən müdaxiləyə və hərtərəfli, bayaq hörmətli millət vəkilimiz dedi, multisektoral yanaşmanı təmin edir. Bir şey xatırlatmaq istəyirəm, Afrikada belə bir xalq atalar sözü var, deyir ki, hansısa kəndin kiçik olmasından asılı olmayaraq günəş bütün kəndləri eyni dərəcədə işıqlandırır. Hər hansı bir xəstəlik sayı baxımından az ola bilər, çox ola bilər, amma dövlətimizin qayğısı bütün xəstəliklər üzrə eynidir. Mən bir daha tədbir iştirakçılarına, tədbir təşkilatçılarına, Sabir Fonduna, Hemofiliya Xəstələrin Respublika Assosiasiyasına təşəkkür edirəm ki, belə bir tədbir təşkil ediblər. Pasiyentlər, həkimlər, dövlət qurumları, qeyri-hökumət təşkilatları bu problemə
demək eyni bir yerdə həm məsələn bayaq oturanda mən doktorla tanış oldum, həm bir networking yaranır, yəni əlaqələr və bu pasientlərə daha yaxşı qayğının təmin olunmasını şərtləndirir, həm də milli musiqi nümunəmiz olan, insanın ruhunu qidalandıran muğam sənəti ilə vəhdətdə təqdim olunur. Hər birinizə xoş axşam arzulayıram. Təşəkkür ederim. Çox sağ olun, təşəkkür edirəm. Əziz dostlar, mən bəlkə deyərdim ki, burada ən çox söz demək istəyən bizim QHT İctimai Birlik həmkarlarıdır, rəhbərləridir, QHT rəhbərləridir. Amma imkan biraz məhduddur. Amma bütün bunları biz nəzərə alıb, təşəbbüskarlar eşitmək istəyərdi bizim milli çətir təşkilatı olan QHT-lərin çətir təşkilatı olan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri hörmətli Ramil müəllimdən fikirlərini, mövqelərini və sözlərini. Buyurun. Çox sağ olun Cəsarət müəllim. Hörmətli xanımlar, cənablar, uşaqlar, hamınızı salamlayıram. Tədbirə dəvətə görə təşəkkür edirəm tədbirin təşkilatçılarına. Milli Qeyri-Hökumət Təşkilatları Forumu adından da göründüyü kimi ölkədə milli QHT hərəkatının, vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin potensialının artırılması, onların beynəlxalq standartlara, mövcud qanunvericiliyə uyğun fəaliyyətinin koordinasiyası, eyni zamanda beynəlxalq əməkdaşlığın gücləndirilməsi sayəsində fəaliyyət göstərir. Xüsusilə son dövrlər Milli Qeyri-Hökumət Təşkilatları Forumunda səhiyyə yönümlü təşkilatların, konkret olaraq tibb mütəxəssislərinin peşə birlikləri və eyni zamanda pasient təşkilatlarının arasında üzvlərimizin sayı artmaqdadır və bu təşkilatlar həqiqətən çox aktivdirlər. Onlar fəaliyyətlərini müasir standartlara uyğun, beynəlxalq təcrübəyə əsaslanaraq həyata keçirirlər və bugünkü hesabatdan da biz gördük ki, ümumiyyətlə peşə birliklərinin, bu səhiyyə sahəsində peşə birliklərinin və pasient təşkilatlarının rolu əsasən 3 istiqamətdədir. Bir, səhiyyə xidmətlərinin inkişaf keyfiyyətlərinin artırılması və bu sahədə əlçatanlığın əldə olunmasında öz təklif və tövsiyələrini əlaqədar dövlət orqanlarına verirlər və səhiyyə sahəsində həyata keçirilən islahatlara öz töhfəsini verirlər. 2, pasientlərin ümumiyyətlə hüquqlarının müdafiəsi və onların hüquqlarının qorunması. 3 isə səhiyyə sahəsində şəffaflığın, hesabatlılığın, ictimai iştirakçılığın artırılmasında öz töhfələrini verirlər və hesab edirik ki, qeyri-hökumət təşkilatları xüsusilə səhiyyə sahəsində fəaliyyət göstərən peşə birlikləri və pasient təşkilatları xüsusilə bu sahədə öz bacarıqlarını layiqincə həyata keçirdirlər. Biz onların fəaliyyətlərində, o cümlədən də bugünkü görüşün təşkilində iştirak edən təşkilatlara, dəstəkçi təşkilatlara, eyni zamanda bir şey də deyim ki, bizim Milli Qeyri-Hökumət Təşkilatları Forumu olaraq bəxtimiz gətirib ki, bizim idarə heyətində Pərvanə xanım da təmsil olunur. Məndən öncə onun çıxışından da gördünüz ki, bu sahənin mütəxəssisidir və bu da bizə daha aktiv bu sahədə fəaliyyətimizdə kömək göstərir. Çox sağ olun və sizə yaxşı axşam arzulayıram. Təşəkkür edilir, hörmətli Ramil müəllim. Əziz dostlar, deməli, tədbirimizin bu hissəsində ürəklərdən gələn bir təşəkkür, illərin fədakarlığına və əsl insan sevgisinə söykənən bir təqdimatla qarşınızda olacağıq və mən bu təqdimatı istərdim ki, Sevdə xanımı səhnəyə dəvət edim, onunla təqdim edək. Əziz dostlar, bugün aprelin 17-sidir və Dünya Hemofiliya günüdür. Və bizim aramızda məhz bu günə aid olan insanlar çoxdur. Dünən 16 aprel Dünya Biologiya günü idi. Aramızda biyologlar da var. Burada mən onları da salamlayıram. Amma aramızda elə bir insan var ki, o həm 17 aprelə aid idi, həm 16 aprelə aid idi. Və ümumiyyətlə 2025-ci il
ümumiyyətlə onun ilidir. Onun yubiley ilidir. Bu insan bizim sevimli Gülnərə xanımdır. Gülnərə Hüseynovadır. Gülnərə xanım, icazənizlə sizi səhnəyə dəvət edək. Mən qeyd etmək istəyirəm ki, Gülnərə xanım uzun illər boyunca Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasına rəhbərlik edərək bu sahəyə yalnız peşəkarlıq deyil, bir vətəndaşın məsuliyyətini bəxş edib doğrudan da. Onun təşəbbüsləri nəticəsində bu sahədə müalicə imkanları genişlənib, ictimai rəy dəyişib, bir zamanlar səssiz qalan səs artıq eşidilir. Bugün sizə biz böyük əməyin fonunda Gülnərə Hüseynovanın 60 illik yubileyi ərəfəsində onu xüsusi olaraq səhnəyə dəvət edirik və təbrik edirik. Çox təşəkkür eləyirəm. Heç gözləməzdim ki, mən də bu səhnəyə. Amma sürpriz olmalıydı. Demişdim ki, olmasın, çünki pıçıltıları eşidirdim. Çox sağ olun, təşəkkür eləyirəm hamınıza. Bu zalda oturan, bu bizim qonaqlarımız hamısı mənim üçün o qədər doğmadır ki, bu illər boyu bir çoxları ilə böyük bir, uzun bir yol getmişik. Və bu yolun nəticəsi əgər müsbət nəticələnibsə, mən çox xoşbəxtəm. Çox hamını təbrik eləyirəm bu münasibətlə və hamıya da uğur arzu eləyirəm. Və hamıya da 100 illiklərini məhz belə bir səhnələrdə qeyd etsinlər. Çünki mən bugün də oradan da çox xoşbəxtəm. Təşəkkür eləyirəm hamınıza. Sevda xanım, sizə təşəkkür edirəm. Cəsarət müəllim, sizə təşəkkür edirəm. Fondumuz adından kiçicik bir Çox təşəkkürlər. Çox sağ olun. Bu günlər də sizindir. Bəli. Bu günlər də sizindir. Sağ olun, təşəkkür edirəm. Mən Gülnərə xanımdan bir xahiş edəcəm, biraz da səhnədə qalsın. Qeyd edirik ki, bizim QHT az onlayn media subyekti olmaqla yanaşı Vətəndaş Cəmiyyəti şəbəkəsidir. Biz mütəmadi olaraq Vətəndaş Cəmiyyətində xüsusi xidmətləri olan şəxsləri diqqətdə saxlayırıq, özümüzə borc bilirik. Gülnərə Hüseynova Vətəndaş Cəmiyyətinin inkişafına verdiyi töhfələrə, hemofiliyalı və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsi və sağlamlıqlarının qorunması sahəsində uzun müddətli və səmərəli fəaliyyətinə, həmçinin anadan olmasının 60 illiyi yubileyi münasibətilə bizim platforma tərəfindən təşəkkürnamə ilə təltif edilir. Təşəkkür edirəm. Təbrik edirik. Cəsarət müəllim, hər zaman bizimlə olduğunuz üçün çox təşəkkür edirəm. Bu yaxınlarda kompüterimi açdım, bir şəkillərə baxdım, deyirəm, Cəsarət müəllim bizim yolumuzda saç ağardıb səndəmə. O zaman saçları qaraydı, indi ağarıb. Eləcə də bir çoxlarımızın. Təşəkkür edirəm. Sağ olun, bir daha təbrik edirik. Əziz dostlar, artıq bizim növbəti hissə, bədii hissəyə keçidimizin vaxtı gəldi. Söz musiqiçilərindir. Səhnəyə Beynəlxalq Muğam Mərkəzinin solistlərindən ibarət ansambl dəvət olunur. Ansamblın bədii rəhbəri tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, qanunda Mehda Məhəmmədəlizadə, balabanda Rafael Əskərov, nağarada Səyyar Teymurov.
Qarabağ ifa edir Beynəlxalq Muğam Mərkəzinin solisti Könül Məmmədli. Çıxaq, burada gəlik baharı. Sevgilim seyrə çıxaq, burada gəlik baharı. Dil açır qəlbimizin ən şirin arzuları. Dil açır qəlbimizin ən şirin arzuları. Anadır arzularım hər zaman Qarabağ. Danışan dil dodağım tarih kaman Qarabağ. Qarabağcan Qarabağ ana yurdum. Anadır arzulara her zaman Qarabağ. Danışan dil dodağım tarih kaman Qarabağ. Qarabağcan Qarabağ ana yurdum. Qarabağcan Qarabağ ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli. Ruhunu buradan alır Nağtabanı qəzəli. Ruhunu buradan alır Nağtabanı qəzəli. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarih kaman Qarabağ. Qarabağcan Qarabağ ana yurdum. Anadır arzulara her zaman Qarabağ. Danışan dil dodağım tarih kaman Qarabağ. Qarabağcan Qarabağ ana yurdum. Qarabağcan Qarabağ ana yurdum. Tarlalarında neçə qəhrəman övladı var. Tarlalarında neçə qəhrəman övladı var. Əməyi güllər açan xanları bünyadı var. Əməyi güllər açan xanları bünyadı var. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarih kaman Qarabağ. Qarabağcan Qarabağ ana yurdum. Anadır arzularım her zaman Qarabağ. Danışan dil dodağım tarih kaman Qarabağ. Qarabağcan Qarabağ ana yurdum. Qarabağcan Qarabağ ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli.
Gel gel diye hicrinden kaman tekmeledim ben. Bir ömrü senin eşkine kurban eledim ben. Hissim sana gel gel dedi. Aklım dedi git gel. Bu çömellerde gezir Vagif'in şux gözleri. Bu çömellerde gezir Vagif'in şux gözleri. Ruhunu buradan alır nal tavanı gözeli. Ruhunu buradan alır nal tavanı gözeli. Anadır arzulara her zaman Qarabağ. Danışar dil dodağım tar kaman Qarabağ. Qarabağca Qarabağ ana yurdum. Anadır arzulara her zaman Qarabağ. Danışar dil dodağım tar kaman Qarabağ. Qarabağca Qarabağ ana yurdum. Qarabağca Qarabağ ana yurdum. Qarabağca Qarabağ ana yurdum. Qarabağca Qarabağ ana yurdum. Yaşa hələ ifa edir 8-ci televiziya muğam müsabiqəsinin laureatı Vəliş Mirzəyev. Başa hələ səfərdəyəm, səfərimi vurmamışam başa hələ. Arzularım, əməllərim toxumayıb daşa hələ. Arzularım, əməllərim toxumayıb daşa hələ. İləri yola salmışam, mahnı qoşub satsalmışam. Ömür deyir qocamsan, ürək deyir yaşa hələ. Ömür deyir qocamsan, ürək deyir yaşa hələ. Şəhəri dağlarda asdım səhəri. Dolanıb kəndi şəhəri dağlarda asdım səhəri. Könlüm gəzir üfüqləri, dönüb qızıl quşa yenə. Könlüm gəzir üfüqləri, dönüb qızıl quşa yenə. İlləri yola salmışam, mahnı qoşub satsalmışam. Ömür deyir qocamsan, ürək deyir yaşa hələ. Ömür deyir qocamsan, ürək deyir yaşa hələ. Ömür qocamsan, ürək deyir yaşa hələ. Ömür deyir qocamsan, ürək deyir yaşa hələ.
batıbsan ey dil, yenə dərdü kədərəm. Nə batıbsan ey dil, yenə dərdü kədərəm. Gül danış ömrümüzün, qoymaş geçsin hədərəm. Mən səni sinəm arasından nihan saxlamışam. Mən səni sinəm arasında nihan saxlamışam. Odur ki, məqsədimiz indiş vermiş səmərə. Ləbi innabı könül çarədir bir çarələrə. Ləbi innabı könül çarədir bir çarələrə. Gül danış ömrümüzün, qoymaş geçsin hədərə. Naümid olma könül, naümid olma könül, dilbərin insafa gələn. Olar əlbət yenə bir gün ki, olar əlbət yenə bir gün ki, gələnlər xəbərə. Ömür deyir qocamsan, ürək deyir yaşa. Hələ ömür deyir qocamsan, ürək deyir yaşa. Ömür deyir qocamsan, ürək deyir yaşa. Hələ ömür deyir qocamsan, ürək deyir yaşa hələ. Əlində sazın qurbanı ifa edir xanəndə Sadiq Qasımov. Evlərinin dalı mərmər qayası, evlərinin dalı mərmər qayası. Naz ilə gəlir ceyran balası, naz ilə gəlir ceyran balası. Vətən qızları tərlan balası. Vətən qızları tərlan balası. Ay qara gözlüm, ay şirin sözlüm. Ay qara gözlüm, ay şirin sözlüm. Ay qara gözlüm, ay şirin sözlüm. Ay qara gözlüm.
Getmə bu naz ilə gözəlim, bir dayan görüm. Getmə bu naz ilə gözəlim, bir dayan görüm. Eşqindən mən yanan kimiyim, sən də bir yan görüm. Dert öldürər məni sərgər bir də sevgilim. Ey 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 aman ey. Dert öldürər məni sərgər bir də sevgilim. Xain rəqiblərinə Xain rəqiblərinə gülüb oynayan görüm. Çeşmi zamanədən Çeşmi zamanədən sənə afət toxunmasın. Daim ol qara zülfün, göz üstündə yan görməyəm. Çeşmi zamanədən sənə afət toxunmasın. Daim ol qara zülfün, göz üstündə yan görüm. Nə lalə bitməsin, nə də sümbül sən olmasan. Nə lalə bitməsin, nə də sümbül sən olmasan. Nə şaxı güldə bülbül üçün aşiyan görüm. Vahim Vahim cahanda hər gözəlim düşsəm eşqinəm. Bir xeyir görməsən də gərəkmi ziyan görüm. Aman aman yarım aman 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 ey da yaman ey. İstəkanım dəşilsin, çayın yerə tökülsün. Sizin bağın meyvəsi bizim bağa tökülsün. İstəkanım dəşilsin, çayın yerə tökülsün. Sizin bağın meyvəsi bizim bağa tökülsün. Damımızdan damcı damır, damımıza qurban mən olam. Damımızdan damcı damır, damımıza qurban mən olam. Birinizin xatirinə hamınıza qurban mən olum. Birinizin xatirinə hamınıza qurban mən olum.
içmişəm, üstündə and içmişəm. Gözəllərin içində təkcə səni seçmişəm. Qızıb gülüb içmişəm, üstündə and içmişəm. Gözəllərin içində təkcə səni seçmişəm. Damımızdan damcı damır, damımıza qurbanlar olam. Damımızdan damcı damır, damımıza qurban mən olum. Birinizin xatirinə hamınıza 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 qurban mən olum. Xatırlayarsan məni ifa edir 8-ci televiziya muğam müsabiqəsinin laureatı Vüsal Qasımov.
bad sabaya bülbül üçün peyğanı bir tərəf piyən cavandır bu tərəfdən məni bir tərəf pir cavandır bu tərəfdə mənzar nə gözəl bəzmidir bu am sağ dolandır canı Qamətül xal xəhdin zikirlərini etdincə Qamətül xal xəhdin zikirlərini etdincə Günü gündən hacılayan yaxşılaşır ilham aman aman ay aman yanım aman ay aman 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 ay dad ben hatırlayarsan 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 beni hatırlayarsan 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 beni hatırlayarsan beni hatırlayarsan beni Xatırla məni ifa edir Beynəlxalq Muğam Mərkəzinin solisti Könül Xəlilzadə. Sen de ey güzel yar hatırla
Nesillər ötüşüb keçdikcə zaman, vaxt olur həyatda dəyişir insan. Nesillər ötüşüb keçdikcə zaman, vaxt olur həyatda dəyişir insan. Mən səni yolundan deyləmin ay. Mən səni yolundan deyləmin ay. Sən də ey gözəl yar hatırla məni. Sən də ey gözəl yar hatırla məni. Var yada sal məni, yada sal məni. Şirin xatirələrlə xatırla məni. Var yada sal məni, yada sal məni. Şirin xatirələrlə xatırla məni. Torpağı bəzəsin bənövşələr güz, ruhuma dolmadır hər cılır həri. Torpağı bəzəsin bənövşələr güz, ruhuma dolmadır hər cılır həriz. Genişsin əsiri açanda dəniz, coşanda dalğalar xatırla məni. Genişsin əsiri açanda dəniz, coşanda dalğalar xatırla məni. Var yada sal məni, yada sal məni. Şirin xatirələrlə xatırla məni. Var yada sal məni, yada sal məni. Şirin xatirələrlə xatırla məni. Ömrüm payzında sevdim sevildim. Ömrüm payzında sevdim sevildim. Elə bilirəm ki ilk baharam mən. Arxamca arxamca sürünən kölgənəm sənin. Harda qərar tutsan orada varam mən. Özünə bir aləm, sən eşqini bir aləm. Özünə bir aləm, sən eşqini bir aləm. Sən olan könüldə nə kədər nə qəm. Sənsiz bu dünyanıyam, əlbədbəxtiyəm. Səninlə bu dünyada, səninlə bu dünyada bəxtiyaram mən. Sal məni, şirin xatirələrlə xatırla məni. Var yada sal
sağ olun. Bayatı Şiraz təsnifi ifa edir Beynəlxalq Muğam Mərkəzinin solisti Nisbət Sədrayeva. Küçələrə su səpmişəm, küçələrə su səpmişəm. Yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Elə gəlsin, elə getsin. Elə gəlsin, elə getsin. Aralıqda söz olmasın, aralıqda söz olmasın, söz olmasın. Samavara od salmışam, samavara od salmışam. İstəkana qənd salmışam, İstəkana qənd salmışam. Yarım gedib tək qalmışam. Yarım gedib tək qalmışam. Nə şirindir yarın canı, nə əzizdir yarın canı. Nə şirindir yarın canı, nə əzizdir yarın canı, yarın canı. Yüz bin cəfaya qılsam mənə, mən səndən üz döndərim mənə. Yüz min cəfaya qılsam mənə, mən səndən üz döndər mənə. Canım ola qurban sənə, mən səndən üz döndərim mənə. İsa'mısan, Musa'mısan,
Musamsan, musamsan, ya Yusuf-ü Kənanmısan? Vallah ki canım cansan, mən səndən üz döndərməm. Dünyada nə qədər sərhəd görmüşəm, küləklər səsimi hər yana yayır. Hər ildə abada hörmət görmüşəm, görüşlər vidalar unudulmayır. Hər ildə abada hörmət görmüşəm, görüşlər vidalar unudulmayır. Gəzir ölkələri nəğməm dünyada, dünyanın xoşbəxti mənəm dünyada. Gəzir ölkələri nəğməm dünyada, dünyanın xoşbəxti mənəm dünyada. İndi elə əziz doğma yerdəyəm, sevinç qanad açıb uçur sinəmdən. Nə yaxşı bu qumlu sahillərdəyəm, nə yaxşı Xəzər var, sən varsan vətən. Nə yaxşı bu qumlu sahillərdəyəm, nə yaxşı Xəzər var, sən varsan vətən. Özüm bu torpaqdayam, nəğməm dünyada, dünyanın xoşbəxti mənəm dünyada. Özüm bu torpaqdayam, nəğməm dünyada, dünyanın xoşbəxti sizsiz dünyada. Darasın saçımı yaz küləklərim, həyatı insanı alqışlayıram. Mənə bağışlanan gül çiçəklərim, vətənim mən sənə bağışlayıram. Mənə bağışlanan gül çiçəklərim, vətənim mən sənə bağışlayıram. Sənə minnətdardır nəğməm dünyada, dünyanın xoşbəxti mənəm dünyada. 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 Sizə minnətdardır nəğməm dünyada, dünyanın xoşbəxti mənəm dünyada. Sənə minnətdardır nəğməm dünyada, dünyanın xoşbəxti mənəm dünyada. Sizə minnətdardır nəğməm dünyada, dünyanın xoşbəxti mənəm dünyada. Dünyanın xoşbəxti mənəm dünyada, dünyanın xoşbəxti mənəm dünyada. Bununla da konsertimiz sona çatdı. Sağ olun.